Salam dəyərli izləyicilər, belə bir maraqlı sual izahına baxaq. Kütləsi 2m olan x cismi və kütləsi 3m olan y cismi meyilliyi 30 və 53 dərəcə olan mayl müstəvilərdən sərbəst buraxılır. Sürtünmə qüvvəsi nəzərə alınmır burada. Buna əsasən x və y cisimlərinin aldıqları təcillərin nisbətini, yəni ax bölünsün ay nisbətini hesablayın. Demək, burada ilk öncə nəyə diqqət etmək lazımdır? Fikir vermək lazımdır ki, cisimləri aşağıya doğru hərəkət etdirməyə çalışan, yəni cisimlərə mayl müstəvi boyunca aşağıya doğru ağırlıq qüvvəsinin paralel toplananı təsir edir x və y cisimlə. Yəni ağırlıq qüvvəsinin mayl müstəviyə paralel toplanan hansı düsturla hesablanırdı? mg sinus alfa. Onda Newton ikinci qanunu yazıram. ma bərabərdir F əvəzləyici, o da bərabərdir mg sinus alfa. Burada m'lər ixtisar gedər. A bərabərdir J sinus alfa. Demək, ax bərabərdir J vurulsun sinus 30 dərəcəyə. Ay də bərabərdir J vurulsun sinus 53 dərəcəyə. Onda ax bölünsün ay bərabər olacaq sinus 30 dərəcə bölünsün sinus 53 dərəcə. Onların da hər birinin qiymətini verib. Sinus 30 dərəcə 0,5-dir. Onda mən ifadəni bu formada yazıram. Ax bölünsün ay bərabərdir. Sinus 30 0,5, sinus 53 isə 0,8-dir. Cavab eləyir 8-də 5. Yəni D variantı. Bəyənib abunə olmağı unutmayın. Çox sağ olun.